Herkese salamlayıram, əziz və dəyərli izləyicilərim. Bugün sizləri sürprizlərlə dolu olan bu günümdən salamlayıram. Səhər saatlarında İnci oyananda adətən mən də bacardığım qədər yuxudan ayılmağa çalışdım. Bu dəfə ayıldım yuxudan və belə tavana baxanda hiss etdim ki, bu atamın səsi deyil də başqa birinin səsidir. Çünki adətən səhər saatlarında anam, atam ya da bacım içəri daxil olub İnci ilə oynayırlar, onu sığallayıb tumarlayırlar. Və baxdım ki, Uğur gəlib İncini oynadır. Biraz şok oldum. Nəyə görə? Çünki mənə demişdi əslində ki, növbəmdə gələcəm. Amma çox vaxt onları gec saatlarda buraxırlar da, günorta ya da axşam saatlarında və çox az bir müddət, yəni çox qısa bir müddət bir yerdə ola bilirik evdə, nə bilim çöldə alınsa gəzirik belə yəni. Bu dəfə çox erkən saatda buraxıblar. Atası İnciyə çoxlu simit almışdı. Səhər yeməyində biraz dadızdırdı. Sonra da keçdik kaşaya. Təzə aldığım kaşanı göstərdim sizə. Mamakonun gilə meyvəli və içində 7 dənə taxıl olan qəşəng yüksək qidalı kaşası. Simitdən sonra bu İnci xanıma bir tık dadsız gəldi, amma yenə də yedi bir neçə qaşıq. Bu oyuncaqla başını qata-qata bir təhər yedizdirdi. Bu arada sevincimin həddi-hüdudu yox idi. Çünki İnci artıq həmin biz aldığımız Baby Work'la artıq gəzməyə başlayır. Düzdür, tez-tez şəkil, videolar çəkib göndərirəm. İnternet olduqca baxır atası. Amma canlı olaraq görmək tamam başqa bir hissdir və bugün həmin anlara atası şahid oldu. Bu oyuncağın da zaten artıq axırına çıxıb gördüyünüz üzrə çox yaxın zamanda tamamilə xarab olacaq elə görsəniz. Özü istəyib atasının qucağına gəlir. Normalda heç birimizin qucağına demək olar ki, çox istəkli şəkildə gəlməzdi, amma son vaxtlar mənim də atasının da qucağına çox rahat bir şəkildə gəlir. Əvvəllər əsasən nənəsinin qucağına gedirdi. Açığı yolda elə düşündüm ki, yatmayacaq. Kolyaskaya qoyandan sonra yatacaq. Amma sonra özü yavaş-yavaş yola baxa-baxa belə bihuş oldu və yatdı. Belə yolda özümüz də belə baxdıq, məəttəl qaldıq ki, ay Allah, nə yaxşı bu uşaq yatdı. Adətən maşında da başımıza oyun açır. Çox qəribə hərəkətlər eləyir. Bilmir gəzsin, bilmir dik dayansın, ya uzansın. Heç özü də bilmir nə istəyir. Biraz da axır günlər hiss edirəm ki, üst yuxarı dişindən bir ikisi çıxıb, qalan yan dişlər qalıb da. Və elə görsən ki, sanki dördü birdən çıxacaq da, digər dişlərin dördü birdən çıxmaq istəyir. Təzədən başlayıb soskaları dişləməyə. Nə bilim, bütün nə görür dişləyir də ancaq. Qəşəng qoyduq kolyaskasına, çıxdıq gəzməyə. Artıq şəhərin mərkəzində belə heyvanlar üçün mini otellər hazırlayıblar. Yəni onların sığınması üçün balaca evlər var. Bu məni çox sevindirdi. Və biz bulvarda olan bu yarmarkaya gəlib çıxa bilməmişdik. İstədik axır günlərdə olsa gələk, baxaq. Hər tərəfdə çoxlu qəşəng rəngarəng tülpanlar var idi. Şəkillər çəkdirdik. Təəssüf ki, insanların əksəriyyəti bura girib içində şəkil çəkdirirdi. Amma olmaz. Siz güllərə, çiçəklərə zərər verirsiniz. Yəni şəxsən bu görüntü məni çox məyus elədi. Zaten bu yaxın günlərdə də baxdım. Xəbərlərdə yayımlanıb ki, bu tülpanlar çox bərbad vəziyyətə qalıb. Yəni biz gedəndə diri-diri idi amma. Ümumi olaraq sizə çəkib göstərmək istədim necə bir vəziyyətdə idi bura. Belə qəşəng yuxarıdan rəngarəng güllər asılmışdı. Belə çox fikirləşmədən ac olduğumuz üçün ikimiz də yemək stendlərinə yaxınlaşdıq. Elə gəl ki, burada ən dadlı stendlərdən biri fish and chipsdir. Həqiqətən də balıqlar sümüksüz olur və balıqdan bol-bol qoyulur. Bu arada dadı, qoxusu demək olar ki, yoxdur. Yəni qətiyyən balığa həssas bilirsəniz iyrənməyəcəksiniz, narahat olmayın. Əlavə olaraq tərkibində Sezar sos və kahil da var idi. Dadı çox yaxşı idi. Yanında kartofla da servis olunurdu. Orada 1-2 dönərdən dönər aldı və bəyəndi. Sonra da gəldik, dayandıq baxın burada və yenə həmişəki kimi yolu keçə bilmədik. Təəssüflər olsun ki, burada kömək etmədilər yol keçməyə. Ona görə də yeraltı keçidə yaxınlaşdıq. Yeri gəlmişkən çox böyük çətinlik çəkdik. Biz şəhərdə gəzəndə ən böyük çətinliyimiz də bu yeraltı keçidlər oldu. Çünki buna kolyaskanı həm qaldırmaq, həm düşürmək çox çətin olur və açığı istədik oturaq hardasa kafedə kofe falan içək. Neçə vaxt birlikdə kofe içmirdik. Amma otura bilmədik çünki İnci yavaş-yavaş oyanmaq istirdi. Elə gəldik burada parkinqə. Orada elə oyandı. Yolda da özün yaxşı apardı qaydanda. Sakit idi. İlk oyanan vaxtlar zaten anlamır ki, tam olaraq nə baş verir. Biraz key kimi olur. Yenə sağ olsun sakitcə yatdı yol boyu. Bizə rahat gəzə bildik. Qorxumuzdan iri çantanı götürüb gəlmişdik ki, birdən lazım olar da yuyundurub eləyərik ya da yemək verərik və s. Şükür ona da ehtiyac qalmadı. Və budur, biz artıq maşına çatdıq. Gözləyirik ki, İncini və kolyaskanı maşına yerləşdirək. Mən ona ciddi elədikcə o da məni yamsılayırdı.
Çağır. What? 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 Pretty. Ay pretty. Pretty pretty. Baba. Baba. Ay sağ ol baba. Baba. Mama. 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 Və burada sizə günəş işığında saçının rəngini göstərmək istəyirəm. Təzə-təzə qapqaraydı rəngi. İndi isə günü-gündən açılır, açıq qəhvəyi olub artıq. Gəldik evə, qəşəng südümüzü hazırladıq, içizdirdik İnci xanıma. Mənim qızım həmişə təzə oyananda yuxudan hiss olunur ki, bu sakit qızdır da. Amma sonra başlayır aləmi dağıtmağa. Təsəvvür edin, stolların üstündə nə varsa, heykəllər filan, hamısını yığışdırmışıq. Çünki hamısına əl atır. Hətta bir neçəsini qırıb artıq. Ümumiyyətlə uşaqlı evdə evləri, otaqları sərgəl saxlamaq deyərdim ki, mümkün deyil. Xüsusən də qonaq otağı və mətbəx bir yerdədirsə, heç mümkün deyil. İnci yatan kimi ortalığı sərgəyə salırıq, hər şeyə yerbəyer edirik. Oyananda isə yenə hər yerdə olur. Baxın görün də nə kəşf elədi. Burada elə kəşf bunları bura qoymazdıq. Əslində yeri buradır. Amma hər şeyi yığışdırmaq məcburiyyətində qalırıq. Sadəcə indi əsəbləşməsin deyə toxunmadım. İcazə verdim ki, oynatsın. Onu bura qədər izləmisənsə, bu sualıma 100% aşağıda cavab yazacaqsan, əminəm ki. Evladınızın belə iməkləyən və təzə gəzən vaxtlarda, hərəkətli olduğu vaxtlarda sizin üçün mənəvi dəyəri yüksək olan hansı əşyanı qırdığını aşağıda zəhmət olmasa yazarsınız. Bizim evdə İncinin ilk qırdığı əşya komodun üzərində bir suvenir idi. Daha doğrusu güldan idi. Düzdür, biz onu bərpa edib yapışdıra bildik, amma yenə də bu da onun ilk sındırdığı əşyalarının birincisidir. Və rejimimizə uyğun olaraq saat 11 ya da 12-nin yarısı arasında mütləq şəkildə İncini yatıstırıram. Görürsünüz də yata-yata bir corabını da çıxardıb atıb. Təbii ki, hər zaman olduğu kimi İnci xanım yatandan sonra yerinə qoyuruq, üstünü örtürük və düşüb aşağıda həll etməmiz gerəkən işləri həll edirik. Hansı ki, onun kirlənmiş qab-qacaqlarını yuyuruq, padnosunu hazırlayırıq və dağıtdığı oyuncaqları yerinə qoyuruq. Videolarını daha tez-tez görmək istəyirsinizsə, o zaman kanalıma abunə olub, videonu like edib, aşağıda fikir bildirməyi unutmayın. Hər birinizə xoş izləmələr arzu edirəm.